Şəhriyar kəndinin Sabirabadda öz yeri var. Bu cemaatın öz yeri var. Bu cemaatın içinde aksakallar var. Ağbirşehler var. Ziyalılar var. Nüfuzlu insanlarımız var. İş adamlarımız var. Alimlerimiz var. Böyüklerimiz var. Gençlerimiz var. Balalarımız var. Bütövlükte zəhmətə, elmə, xalqa bağlı insanlarımız var. Bütövlükte Azərbaycan dövlətçiliyine vurğun bir cemaatı bu cemaat. Müdafiəsi için ölüme hazır olan bir cemaat bu cemaat. Ona göre de görünür ki bu da benim hem de bəxtimdədir. Mən Sabirabadda yas yerlerine gitmiştim. Gideceğim de Allah etsin ki o vaxtsız olmasın. Demək olmaz ki şer de olmasın. Onun deməyin hiçbir mənası yoktur. Bu Allah'ın emridir. Ama vaxtsız olmasın. Mesela dünən biz bir üzü yerine gittik. 103 yaşında dünyasını dəyişibdir. Allah rəhmət eləsin. Bu bir başka şeydir. Ama vaxtsız olmasın. Ama xeyir işe, toya Sabirabadda mən birinci dəfə bura geldim. İndi o Abuzərin də həyat ola bilərdi. Şəhriyarın da həyat ola bilərdi. O Bəxtiyarın da həyat ola bilərdi. Orxanın da həyat ola bilərdi. Həyatı yox, həyatı. İş elə gətiribdi ki, bugün mən bura geldim. Mən özümü xoşbaxt hesab etdim. Hem de mən heç zaman unutmayacağım ki, mən Sabirabadda birinci xeyir işe bu həyata geldim. Mən bayaq dedim ki, ona kişi toy deyirlər. Mən onu biraz qəbulləyə bilmirəm. Yaşca kişi olduğundan kişi toy deyirlər. Aslında çok böyük bir toydur. Ondan büyük bir toy ne var ki? Ona göre de mən hem de bu cemaatla bugün burada olmağıma göre Allah'ıma razılığımı bildirirəm. Hem de prezidentime razılığımı bildirirəm ki, o sərəncam verib məni Sabirabada təyin edib. Əziz cemaatimiz, mən sizə görülmüş işlərdən daha da çok məlumat verə bilərəm. Amma bugünkü mərasimin məqsədi heç də o deyil. Əlbəttə, mən başçıyam, gəlmişəm sizlərlə görüşürəm, həm də bir kiçik hesabat verməyim də vacibdir sizlərə. Bugünkü hesabat bir başka hesabatdır. Bugünkü hesabat müsəlmanlıq hesabatıdır. Bugünkü hesabat Allah'ın qarşısındaki hesabattır. Bugünkü hesabat geleceğe tuşlanmış, istiqametlənmiş hesabattır. Bugünkü hesabat gelecekte Azerbaycanlıların adət ənələrini qoruyub saxlamaq üçün numune olan bir hesabattır. O, Abuzərin balalarının bugünkü o güzel, mübarek meclisidir. Mən bu mübarəklik münasibətilə, bu məclis münasibətilə Abuzəri təbrik edirəm birinci növbədə ona görə ki, Abuzər bir valideyn olarak onları bu məqama gəlib yetiribdir. Mən bu cemaatı təbrik edirəm, ağsaqqallarımızı təbrik edirəm, minnətdarlığımı bildirirəm ki, büyünlərin belə bir hörmətlə, izzətlə gəlib burada əyləşiblər. Özünü mən bayaqdan deyirəm, oynamırlar falan peşman. Sonra da düşünürəm. Axı bizim cemaatımız böyüyü kişiyi yerini bilən cemaatdır. Axı bizim cemaatımız ne kadar da böyle özünü serbest bıraksa da yine bir addımını saxlayır ehtiyat ki o işi belki hele burada etmek lazım değil. İndi burada ağsaqqallarımız da əyləşibdir, seyitlərimiz əyləşibdir, hacılarımız əyləşibdir ve hiç şüphesiz ki icra başçısı da burada əyləşibdir. Mən belə düşünürəm. Ona göre de mən sizə minnətdarlığımı bildirirəm, razılığımı bildirirəm. Və düz söz danışım sizə, həm də bu kənd həyatında oldu bu toy. Mənə lap 30 yıl bundan qabaq həyatımızda böyük qardaşımın toyunu və mənim dolar kimi kiçik hərrəndiyim bir məqamı 30'dan da çok 40 yıl bundan qabaq xatırlatdı. Biraz da özüm üçün düşündüm. O dağları gözümün qabağından gətirdim. Atamı gətirdim, anamı gətirdim. Yəqin ki Abuzər də atasını, anasını
dünyadan köçənlərini də bir gözünün qarşısına indi gətirir. Və mən əminəm, o balalar Azərbaycan xalqına birinci növbədə, bu kəndə, ikinci növbədə, Sabirabada, üçüncü növbədə elimizə həqiqi oğul olacaqlar. Namuslu oğul olacaqlar. Xidmət göstərən oğul olacaqlar. Elinə xidmət göstərməyən böyük olmur. Elinə xidmət göstərməyən başqasına xidmət göstərə bilməz. Mən düşünürəm ki, onlar birinci növbədə Şəhriyara xidmət göstərəcəklər, ikinci növbədə Sabirabada xidmət göstərəcəklər, üçüncü növbədə Azərbaycanımıza xidmət göstərəcəklər. Mən həm də böyük Sabirabad cəmaatını təbrik edirəm. O böyük cəmaatı, həm sayca böyük. 165 bin insan yaşayır, onun 20 bini bizim qaçqınlarımızdır, bizim qardaşlarımızdır, bacılarımızdır. Onların çox ağsaqqal bir nümayəndəsi Hacı burada əyləşibdir. Əlif kişi burada əyləşibdir. Hesab edirəm ki, onun hacı olmasında Allahın əli ilə bizim də müəyyən xidmətlərimiz olmuşdur. Və o insanlarımız da Allah qoysa prezidentimizin apardığı siyasət nəticəsində bu il 6-7 rayonumuzun geri qayıtmasının şahidi olacaqlar. Şahidi olacaqlar. Bu xeyir işdə həm də o xeyir duanı da biz deməli edək. Sabirabad cəmaatına mən qayıdıram. Yəni o cəmaatın bir hissəsidir o cəmaatda. Təkcə sayca yox, mənəviyyatca, düşüncəcə, hünərcə, qeyrətcə, kamillikcə, əməyə bağlılıqca böyük olan bir cəmaat. Bir ovuc eləsən, 5 ovuc, 10 ovuc sana qaytarmağa qabiliyyəti çatan bir cəmaat. İnsanların qarşısında sanki özü boşludur. Əslində heç kimə borcu zadı yoxdur bu cəmaatın. Amma o qədər mədəni, o qədər yüksək əxlaqi keyfiyyətlərə malik bir cəmaatdır ki, sanki o cəmaat boşlu deyilə kiməsə hörmət etməyə. Amma o boşlu hesab edən adamlar düşünməlidir. Bu cəmaatın heç kimə borcu yoxdur. Kim bura işləməyə gəlirsə, bu cəmaata borcu var. Xidmət göstərmək borcu var. Namusla, qeyrətlə, təəssübünü çəkməklə xidmət göstərmək borcu var. Bax, həm də mən bugün o böyük cəmaatı təbrik edirəm və mübarək olsun deyirəm. Bizi tərəflərdə deyərlər ki, Allah Abuzər sayasını salsın. Bilmirəm, sizlərə deyirlər mi? Deyirlər, birinci sayasını salsın o balaların özünə. İkinci, atasına, anasına. Üçüncü, nəslinə, elinə, obasına. Dördüncü, vətəninə. Mən arz edirəm ki, sənin balaların bu xeyir işi bu qaydada sayasını salsın. Allah mübarək etsin. Sağ olun.